Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Nadir Qafarzadə sosial şəbəkədə trend olan mahnıları tənqid edib. Xəbər verilir ki, sənətçi bu mahnılara görə sosial şəbəkəyə girmədiyini deyib. Günəbax verilişinə qonaq olan sənətçi, nə qədər olar gic-gic mahnılar sosial şəbəkəyə girə bilmirəm bu dəlilərin əlindən. Sosial şəbəkəyə girə bilmirəm bu dəlilərin əlindən. Bizə deyirlər ki, siz geridə daş dövründən qalmışsınız. Güya indi çaqqa-çuqqu mahnılar çıxıb sözlərini əlavə edib. Müğənni Aysun İsmailova mahnıları ilə bağlı eşitdiyi tənqidlərdən danışıb. Xəbər verilir ki, bu barədə Aysun RTV-də yayımlanan çərçivədən kənarda açıqlama verib. Aysun mahnılarının bayağı olmadığını deyib. Mənim mahnılarım bayağı deyil. Mən əsla bayağı mahnı ifa etməmişəm.